Bugün kalliqrafiya ilə istədim sizinlə biraz kalliqrafiyanın tarixindən danışım. Yəni xəttatlığın, Çin xəttatlığının. Bilirsiniz ki, Çin xəttatlığı bizim eramızdan əvvəl 14-11-ci əsrlərdə yaranıb. O dövrlərdə kalliqrafiya adlanırdı Jiaqowen. Qrafiyanın növbəti mərhələsi, belə deyək, Zhou dövləti vaxtında oldu. Yəni artıq onu yazırdılar dəmirlərin üzərində. Hətta bunu da Jinwen adlandırırlar və kalliqrafiya ən özünün işıqlanan, ən çiçəklənən dövrünü isə Han sülaləsi vaxtında yaşayır və artıq bu vaxtdan kağızlar üzərində yazılmağa başlayır. Adlandırılır Li Shu və artıq karguzarlıq sahəsində əsas elementlərdən birinə çevrilməyə başlayır. Tang zamanında isə, yəni Tang sülaləsi zamanında isə xəttatlıq çəklənmə yox, qızıl dövrünü yaşamağa başlayır. Çünki artıq bu dövrlərdə əsas dövlət yazışmalarında xəttatlıq önəmli rol oynamağa başlayır. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Ümid edirəm rəylərdə bu heroqriflərin hansı heroqrif olduğunu təxmin edə biləcəksiniz.